Məsələ üçtənlik həll edin. 2 faktorialın subfaktorialı vuraq x bərabərdir 5 super faktorial. Bilirik ki, n subfaktorial bərabərdir n faktorial vuraq 1 çıxaq 1 bölə 1 faktorial, üstə gəl 1 bölə 2 faktorial, üstə gəl və s. Üstə gəl mənfi 1-in üstü n bölək n faktorial. N super faktorial bərabərdir 1 faktorial vuraq 2 faktorial, vuraq 3 faktorial, vuraq və s. n faktorial. Bu düsturlardan istifadə edək. Tənliyimizi yazıram. 2 faktorialın subfaktorialı vuraq x bərabərdir 5 super faktorial. Və buradan alırıq ki, x bərabərdir 5 super faktorial bölünsün 2 faktorialın subfaktorialı. 2 faktorial 2'ye bərabərdir və 2'nin də subfaktorialı bərabərdir. 2 faktorial vuraq düstura görə 1 çıxaq 1 bölə 1 faktorial, üstə gəl 1 bölə 2 faktorial. Bərabərdir. 2 faktorial 2, 1 çıxaq 1, üstə gəl 2'də 1 aldıq. Bunu da hesablayanda islah oldu birlər. Vahid aldıq. Deməli, 2'nin subfaktorialı vahidə bərabərdir. Buradan çıxır ki, x bərabərdir 5 super faktorial bölək 1. Buradan da tapdıq ki, x bərabərdir 5 super faktoriala. Və bunu açırıq. 1 faktorial vuraq, 2 faktorial vuraq, 3 faktorial vuraq, 4 faktorial vuraq, 5 faktorial bərabərdir. 2, 2 vuraq 3, 2 vuraq 3, vuraq 4, 5 faktorial da verir 120. Bu da bərabərdir hesablasaq. 3, 4, 5, 6, 34.560 alırıq. Beləliklə verilən tənliyin həlli 34.560 alınır.